Salam ikinci hissənin Cənub və Biz başladık. Rofum komandasının Siz başlayın. ikinci hissəsi davam edir. Cənub komandası hücuma keçməyə hazırlaşır. Tamerlan Bir topun düşmeysen gedir. Eyb yok. O out. dikkat kabala. Rofum. Telaşma. Tamerlan niye telaşırı? Top bizdedir. Rahatsızlık. Zavr gel yakına. Tamerlan telaşma. Tamerlan out'a başlayacaq mı? Telaşma. Ver atsın. Geçti. Out'u Zaur Tamerlan'a ötürür. Tamerlan birini keçir, ikincisini arapası Renata doğru. Kenan uzun ötürmə. Renat'tan out. Renat tez yerine Tofi. Out. Renat sensen. Ne dedim ben bayağı? Pas geçmesin sola. Cənub komandası yenidən hücuma keçmək istəyir. Pres alınır. Tamerlan kömək eləyir və Tamerlandan uzun ötürmə. Amma top qapıdan zərbə ilə başlayacaq. Ona vermesin pası. Renat. Ona gel. Hey Kenan. Tamerlan out. Rofum. Vaktinde oyuncu maçı. Tamerlan telaşma. Zavr kıyasla biraz. Tamerlan Zaur'la oynuyor. Zaur ilerleyir. Zaur gelecek mi topa? Girmedi ama Kenan. Out. Rofum. Oyuna başlayırlar. Kenan'dan Tamerlan'a. Tamerlan'dan Zaur'a istikametine xeyr. Bu kaç tərəfə ve dördüncü gol gəlir Tamerlan'ın Zaur'a ötürməsinin alınmaması nəticəsində. Hesab 4-3 Cənub komandasının xeyr nədir? Tamerlan, Zaur, yeniden Tamerlan keçir, birini keçə bilmir. Kenan, Tamerlan, bu nə qarşılıqlıqdır və 5-ci gol Cənub komandasından gəlir. Cənub komandası 5-ci golunu vurur. İkinci hissəyə Rofum komandası 2 cavabsız golla başlayır. Pası biraz mükemmel de yemem sensen. Zaur out'a başlayır. Tamerlan açıl. Tamerlan elə yox açıl. Sen onu anlatmalısan, açılmalısan. Ve Cənub komandasının hücumu çəkir, vurur ama Zaur yerindədir. Out Cənub komandası. Başlayır. Tamerlan'a doğru qapıya zərbə ama top qapıdan heyan keçir. Qapıdan zərbə ilə oyuna başlayır Yusif və Tamerlan'a doğru ötürmə. Tamerlan'dan uzun ötürmə və qapçı yerindədir. Tamerlan rahmetli topu. Tamerlan birini keçdi, ikincisini keçə bilmədi. Zaur topu saxlayır ama və dirək Rofumu goldan xilas edir ama yeniden hücum devam edir. Yusuf yerindədir. Yeniden hücum və qapıdan top kənara çıxır. Top qapıdan zərbə ilə oyuna Rofum komandası başlayır. Qapçıdan birbaşa Renat'a doğru. Renat Tamerlan'la anlaşmamazlığı olur. Hesap 5-3. Cənub komandasının xeyr nədir? Pres edirlər. Alınmır. Kenan alabiləcək mi? Kenan alır topu. Kenan yerdən qalxır və yenidən top Cənub komandasındadır.
Zaurdan ötürmə Tamerlan. Tamerlan ram edir. Tamerlan sürət yığır. Sürət yığır və qapıya doğru zərbə mi olacaq? Xeyr. Küşdən zərbə. Canan gir oraya ötsen. Birbaşa qapıya vursa da top qapıdan kənara çıxır. Qapçı topu qapıdan zərbə ilə oyuna daxil edir. Kənandadır top, out, Canub. Canan oyuncu oraya, Canan oyuncusuna. Renat və Tofiq ikisi bir yerdə hücum qura bilmirlər və Cənub komandası yeni hücum qurur və paslaşırlar. Tamerlan topu götürə biləcəkmi? Qapıda belə şeylər lazım deyil. Yusif qapıdadır və Renat özündən çox irəli atır topu. Tofiq çatmır topa. Out. Canub komandasının hücumu və top qapıdan yan keçir. Yusif. Yavşar. Çivizde yok danışta. Ömer'den uzun ötürmə Renat'a doğru. Tamerlandadır top. Tamerlan nə fikirləşir görəsən? Uzun ötürmə Renat'a doğru. Renat topu tapa bilmir. Tamerlandan möhtəşəm udar deyərdim amma ayağını top tutmur. Kenan müdafiədə də çox gözəl oynayır. Tamerlan sıxa biləcəkmi? Kenan topu ala biləcəkmi? Ala bilmədi və Zaurdan gözəl müdafiə. Kenan out. Zaur oyuna başlayır. Zaurdan uzun ötürmə, yenidən out Rofun. Zaurdan ötürmə Renat'a doğru alınmır. Tamerlan uzun ötürmə edir Kenan'a doğru ama Pas olar kim istəyir? Yapışan aşamran. out. Renat atsın iste. Rofun. Ha başkasına bak. Ve Kenan. Tamerlan ve Kenan topu alabileceklermi? Tamerlan ve Kenan ilerleyirler. Yaxşı ediyor. Tam yapış ona. Çıkardın işte. Ve küşten zərbəni Tamerlan başlayır. Burada qal, qapıya vuracaq. Tamerlan. Ha Kenan, vur qapıya. Ve Kenan'a doğru. Kenan topu ram edib ayağında saxlaya bilmir və top qapıdan kənara çıxır. Qapıdan zərbə. Renat o taraftan. Renat ahra kimi. Allanma. Renat allanma. İşte. Geliyor. Kenan düştü. Və indi 6-3. Cənub komandası hesabı 6-3 edir. Deşen öyle de. Tamerlan oyuna mərkəzdən başlayır. Zaurdan Kenan'a. Kenan topu saxlayır. Yusif topu çıxmağa. Qapçının olmamağına istifadə edirlər Cənub komandası, amma qapçı özünü topa çatdırır və Tamerlandan Kenan'a doğru. Kenan
Renat irəliləyir. Kenan. Qapçı yerindədir. Tamerlandan qapıya doğru. Qapçı yerində. Renat pres edə biləcəkmi? Out. Rafım. Out Rafım. İkinci hissənin 11-ci dəqiqəsidir və hesab 6-3 Cənub komandasının xeyrinədir. Tamerlana doğru. Tamerlan dribling edir, amma Tamerlan Tamerlan yerine düş. Renat yerine düş. Değme. Yusuf bırak. yapış. Kenan iki nəfərin arasında qalır və qapıdadır. Qapçı irəliləyir. Hücuma keçir Cənub komandası. Tamerlan və Kenan buna imkan vermirlər, amma yenidən Cənub komandası Evet, topa keçmə.